Salam, hər vaxtınız xeyir. Bugün sizinlə 6-cı sinif monitorinqlara hazırlıq kitabından monitorinq altının riyaziyyat suallarının izahına baxacaq. Başlayaq suallardan. İlk sualımız 51-ci sualdır. 51-ci sualda bizə deyilir, mənfi 1,5-də 3 vurulsun, mənfi m vurulsun, mənfi 1,2-də 1 n hasilində əmsalı tapın. Təbii ki, biz əmsalı tapmaq üçün, əmsal dedikdə bu qarşı qədətlərin hasili nəzərdə tutulur. İndi biz onların hasilini tapmalıyıq. Əvvəlcə baxaq mənfi işarəsinə. Görək cavabımız mənfi olacaq yoxsa yox. Burada bir mənfi var, burada bir. Mənfini mənfiyə vurduqda müsbət edir, müsbəti mənfiyə vurduqda mənfi edir. Cavabımız göründüyü kimi variantlarda ilə mənfidir. İndi vurma əməlini yerinə yetirək. 1,5-də 3 vurulsun, 1,2-də 1. Bunları vurma etmək üçün əvvəlcə düzgün olmayan kəsrə çevirmək lazımdır. Məxrəcdə 5 olduğu kimi yazırıq, sürətdə yazırıq 1 vur 5, üstəgəl 3 vurulsun. İkincində eyni qaydada düzgün olmayan kəsrə çevirək, 2 vurulsun, 1 vur 2, üstəgəl 1 bərabərdir. Birinci eləyir 5-də 8, ikinci eləyir 2-də 3. Hesablayanda alınır. Bax, bu 2 ilə 8 ixtisar gedir. Burada 1 qalır, burada 4 qalır. 4 vur 3, aşağıda 5, yuxarıda 5-də 12. 5-də 12. 12-ni də 5-ə bölürük, düşür 2 dəfə. 5 aşağıda da onsuz da qalır 2. Yəni 2-dən 5-də 2. Biz bayaq demişdik ki, cavab mənfi olmalıdır. Deməli, A variantı 2-dən 5-də 2. Keçək növbəti suala. Növbəti sualda deyilir ki, bizə uyğunluğu müəyyən edin. Baxaq. 1, 2, 3-cü hissələrdə aşağıdakı variantların uyğunluğu müəyyən edəcək ki, hansı nömrəli əmsalı buradakılarla uyğun gəlir. İndi hesablayaq. Necə hesablayacaq? Birinci bunları sadələşdirək. Sadələşdirəndə birincini sadələşdirən bax burada. 6x üstəgəl 3 mötərizəsiz yazıram, mötərizəni açıram. Bax, bu mənfi mötərizənin içindəki müsbəti çevirir mənfiyə. Bu mənfini çevirir müsbətə 2x. Bərabərdir. 6x üstə 2x eləyir 8x. 3 çıx 3 0 edir, yazmıram. Keçək ikinciyə. İkincidə 8x çıx 9. Yenə çıx 3x üstəgəl 9. 8x-dan 3x-i çıxıram, qalır 5x. 9-dan 9-u çıxanda yenə 0 eləyib, heç onu yazmadım. Üçüncünü yazıram. 16 üstəgəl 3x üstəgəl. Qarşısındakı müsbət olduğu üçün işarələr dəyişmir. 9x çıx 16. 16 çıxdım 0. 3x üstə 9x eləyir cavab 12x. İndi baxaq. Birincinin əmsalı oldu 8. Birincinin əmsalı 8. Bir uyğundur, deməli D variantı. İkincinin əmsalı oldu 5. İkincinin əmsalı 5, deməli C variantı. Üçüncünün əmsalı oldu 12, deməli A variantı. Deməli 1-ə D, 2-ə C, 3-ə A. Baxaq. 1-ə D, 2-ə C, 3-ə A cavab olur A variantı. Keçək 53-cü suala. 53-cü sualda bizə x-in qiymətini verib, mənfi 12 olduqda deyir, ifadəsini sadələşdirin. Biz əvvəlcə x-in qiymətini yerinə qoymadan əvvəl bu ifadəni sadələşdirək. Necə sadələşdirəcək? Bax, buradan ifadəni yenədən yazıram. 2x çıxılsın 5, çıxılsın 7, 15 vurulsun, çıxılsın 6x. Sadələşdirək. 3-ü vurdum 2x-a, 6x çıxılsın. 3-ü vurdum 5-ə, 15. Mənfi 7-ni 15-ə vurdum, çıxılsın. 7, 5'im 35, 105 çıxılsın. Mənfini mənfiyə vurdum, olur üstəgəl. 7-ni 6-ya vurdum, 42x bərabərdir. 6x və 42x bunlar oxşardılar. 6x-in üstə 42x gəldim, eləyib 48x. Çıxılsın, ikisi də mənfi olduğu üçün 15 və 105 toplanır. Təbii ki, qarşısında mənfini yazmışam, eləyib 120. İndi biz gətirib x-in qiymətini bu ifadədə yerinə yazırıq. Yəni, aşağıda yazırıq ki, 48 vurulsun, mənfi 12, çıxılsın 120 bərabərdir. 48-i mənfi 12-yə vurduqda cavab eləyir mənfi 576,
çıxılsın 120. Hər ikisi mənfi olduğu üçün toplanır. 576-nın da üstünə 120 gəldikdə 696 cavab yenə olur A variantı. Keçdik növbəti suala. Növbəti sualda bizə deyilib ki, ABC üçbucağının perimetri 116 cm-dir. AB və BC tərəflərinin uzunluqları nisbəti 3/4 kimi. AC tərəfi isə BC tərəfindən 5 cm kiçikdir. Hər bir tərəfin uzunluğunu tapın. Bax, belə bir üçbucaq seçək. Sadə bir üçbucaq. A, B, C bu formada qeyd edək. Bax, bizə deyir ki, AB və BC tərəflərinin uzunluqları nisbəti 3-ün 4-ə. AB-nin BC-yə nisbəti. Bura 3K deyək. Burada 4K deyək. Sonra deyir ki, AC tərəfi isə BC-dən 5 cm, bundan 5 cm kiçiksə 4K çıxılsın 5 deyək buna da. İndi tənliyimizi qurub həll edə bilərik. Biz bilirik ki, P bərabərdir AB üstə gəl BC üstə gəl AC, yəni 3 tərəfin cəminə. Birinci tərəfimiz 3K-dır, üstə gəl. İkinci tərəfimiz 4K-dır, üstə gəl. Üçüncü tərəfimiz isə 4K çıx 5-dir. Yazdım. Bərabər 3K, 4K, 4K. Cavab eləyib 11K çıxılsın 5. Bizə də perimetri verib. 11K çıxılsın 5 bərabərdir 116-ya. İndi biz bu tənliyi həll eləyəcəyik. 11K bərabərdir 116-nın üstünə 5 gəlirəm. Yəni bu tərəfə keçirəm. Hər tərəfin üstünə 5 gəlirəm. 116-nın üstünə 5 gələndə eləyib 121. K bərabərdir 121 bölünsün 11-ə. O da bərabər eləyib elə 11-ə. K 11-dir. Deməli, bizdən hər bir tərəfin uzunluğunu istəyirdi. Bura 3 vur 11 33-dür. 4 vur 11 44-dür. 44-dən də 5 çıxdıqda qalır 39. Deməli, tərəflərimiz oldu 33, 39 və 44. 33, 44 və 39 cavab yenə oldu A variantı. Keçək 55-ci suala. Bir şagirdin 3 imtahandan topladığı bəlaların cəmi 141'dir. Bu şagird ilk imtahandan 11 bal, digər 2 imtahandan isə bərabər bal toplamışdır. Buna görə sonuncu imtahandan neçə bal toplamışdır deyilir bizə. Deməli 3 imtahan varsa və birinci imtahandan 11 bal toplayıb. Deməli 11 üstə gəlsin. İkinci imtahanlarda neyini bal topladığına görə hər ikisinə x deyirəm. Bərabərdir 141 bala. 11 üstə gəlsin 2x bərabərdir 141'ə. 2x bərabərdir 141'dən təbii ki çıxmalıyam 11'i. 2x bərabərdir 130'a. X bərabərdir 130'u bölürəm 2'yə. Orada da düşür 65. Deməli son imtahandan toplayıb 65 bal. İkinci və sonuncu imtahandan hər ikisindən 65 bal toplayıb bizdən sonuncu imtahanı soruşurdu. Qeyd etdik 65 B variantı. Keçdik növbəti 56-cı suala. 56-cı sualda bizə x üstə gəl y-73 verir. Bu ifadəni sadələşdirməyimizi istəyir bizdən. Sadələşdirək. İfadəni yazaq əvvəlcə çıxılsın 192 çıxılsın -y bərabərdir. 83 üstə çıxılsın 192'ni yazaq. Bax buradan əvvəldən. Üstə gəl x. Bax biz demişdik ki, əgər mötərizənin qarşısında mənfi varsa, mötərizənin içərisindəki işarə əksinə dəyişir. Mənfi də olacaq müsbət. Üstə gəl y. Olur. 83'dən 192'ni çıxıb yaza bilərik. 192'dən 83 çıxanda cavab -109 edir. Üstə gəlinsin -73. Bərabərdir. Yəni -109 çıx 73. Burada da təbii ki biz cavabları toplamalıyıq. Çünki hər ikisi mənfidir. Cavab olur -9 üstə 3, 2, 8, -182. Yəni cavab A variantı. Keçdik növbəti suala. Mötərizələrin açılması üsulundan istifadə edərək düzbucaqlının sahəsini tapın deyir bizə. Düzbucaqlının sahəsi dediyinə görə biz sahəni necə tapırdıq? S bərabərdir A vur B'yə. Bu A'dır, amma B'ni 2 rəqəmlə verib. Bunların ikisi birlikdə B'dir. Ona görə biz yazırıq S bərabərdir 6 vurulsun 8 üstə gəlsin 3. Mötərizələrin açılması üsulundan istifadə edək. Mötərizəni belə aça bilərik. Belə yazaq. Bunu 2 dənə ayrı-ayrı
Düz bucaqlı kimi də yaza bilərik. Belə də yaza bilərik. Belə yazaq, həll eləyək, sonra da elə yazaq. 6 8-im 48 üstə gəlsin 6 3-üm 18. 48-in də üstə 18 gəlirik. Cavab eləyib 66 santimetrin kvadratı. Cavab olur B variantı. Keçək növbəti suala, yəni 58-ci suala. 58-ci sualda hasilin əmsalını tapın deyir bizə. Bayaq biz 51-ci sualda işlədiyimiz kimi yenə əmsala baxmaq üçün birinci işarələrə baxaq. Cavab mənfi alınır onsuz da. Belə də baxa bilərik ki, mənfini mənfiyə vurduqda müsbət eləyib, müsbəti mənfiyə vurduqda yenə cavab eləyib mənfi. İndi əmsala baxaq. 2 tam 6-da 5 vurulsun 3 tam 3-də 1. Çevirək. Düzgün olmayan kəsrə. 2 altım 12 üstə gəl 5 belə yazım görsənsin. Ya da 3 vur 3 üstə gəl 1. 6-da 2 altım 12 üstə 5 17 vurulsun 3 üçün 9 üstə 1 10 bərabərdir. 6 və 10 hər ikisi 2 ixtisar gedir. Burada 3 qalır, burada 5 qalır. 3 üçün aşağı eləyir 9. Yuxarıda da 7 5'im 35, 7 birim 7, 5 birim 5, 1 de yattı 6, 65. 65'i bölürəm 9'a. 65'i 9'a böləndə 9'u yazdım aşağıda. 65'in içərisində 9 7 dəfədir. 63 edir. 2. 7 tam 9'da 2. Başlayın. Burada 65 yazmışam mən. 65 yox, 85 olmalıydı. 85. 85'i də 9'a. 9 tam 9'da eləyib neçə? 3 eləyib də. 9 tam 9'da 3. 9 tam 9'da 4. Deməli, mənfi 9 tam 9'da 4 oldu B variantı. Keçdik növbəti 59-cu suala, deyib həll edin. Həll etmək üçün əvvəlcə sadələşdirmək lazımdır. Mənfi 5x, mənfi 12x, eləyir mənfi 17x. 19 üstə gəl 15, bu da eləyir üstə gəl 34. Bərabərdir 0. Mənfi 17x bərabərdir. 34'ü keçirdik. Bu tərəf olur, çıx 34. 0, 34, 0'ı yazmadım daha. X bərabərdir. Hər tərəfi bölməliyik. Mənfi 17'yə. Burada bölmə qoymadım. X bərabərdir 2. Tənliyin həlli oldu. 2 B variantı. 60'da oxşar toplananları islah edin. Oxşar toplananlar dedikdə X ilə yazılanlar bir-biri ilə oxşardır. Təbii ki, Y ilə yazılanlar bir-biri ilə. İndi biz həll etmək üçün bunları ayrı-ayrı yazaq. Yazaq ki, 14'də 3 x çıxılsın 28'də 5 x. Üstə gəl 1 tam 24'də 11 y çıxılsın 12'də 7 y. Yazdım. İndi həll edək. Burada ortaq məxrəci 28'də 14'də 28 olduğu için buraya təpəsini 2 yazıram ki, məxrəci 28 eləmək üçün 2'yə vurmaq lazımdır. Olur 28'də 6x çıxılsın 28'də 5x. Üstə gəl. İkinci kəsrə təbii ki, dəymədim məxrəci 28 olduğuna görə. Burada da yenə 2'yə vurmaq lazımdır. 1 tam 24'də 11 çıxılsın 24'də ilkində yazım yanına 14. Burada da y var. Bunu cavab eləyir. 28'də 1 x üstə gəl. Baxın, burada baxıram 11'dən 14'ü çıxmaq olmur. Bunu mən 24'də 24 kimi yazsam 24'də olacaq 11 üstə gələndə 24'də 35. Burada 24'də 35'dir. 24'də 35'dən 24'də 14'ü çıxartdıqda qalır 24'də 21 y. 28'də 1 x olduğu kimi yazıram. Bu ixtisar gelib hər ikisi 3'ə. Burada 7, burada 8 qalır. Üstə gəl 8'də 7 y. Baxım cavaba. Cavab oldu C variantı. Keçdik növbəti suala. 61-ci sual, tənasibi həll edin. Daha doğrusu tənasibin məchul həddini tapın. 3x yazıb. Burada x tapmamızı istəyir bizdən. İndi nə etməliyik biz? Biz bilirik ki, tənasibin kənar hədlərinin hasili orta hədlərinin hasilinə bərabərdir. Yəni 2,1 vurulsun 3x bərabərdir. 6,3 vurulsun 2'yə 1 yazıram 0,5 kimi. Asan olsun deyə.
X bərabərdir. Yuxarıda 6,3 vur 0,5. Aşağıda 2,1 vur 3. Bax, biz baxaq 2,1-ə 3-ə vuranda onsuz da 6,3 eləyir. Yəni bunlar ixtisar gedir. X bərabərdir 0,5 qalır. Cavab oldu B variantı 0,5. Keçək 62-ci suala. X-in qiymətini verib, yenə ifadəsinin qiymətini tapın deyib. Əvvəlcə ifadəni sadələşdirək. -7,3 x üstəgəl 9 çıxılsın 4,2 x çıxılsın 4. -7,3 4,2 toplayıram. Amma qarşısına mənfi yazıram. -11,5 x üstə gəlsin 9-dan 4 çıxdım. Təbii ki 5 qaldı. Bərabərdir. İndi x-in verilən qiymətini yerinə yaza bilərik. -11,5 vurulsun 23'də. Burada da mənfi var. Burada da gəlin bunu belə yazın mütəssədə. 1. Üstə gəl 5. İndi bu ifadəni vurmalıyam. Aha. Mənfini mənfiyə vurduqda cavab müsbət edir. Onu görə yazmayacağım. 11,5 və 23. 23'ü biz 2'yə bölsək 11,5 edir. Ona görə bunlar 11,5 ixtisar gedib. Burada 1 qalır, burada 2 qalır. 2'də 1 də onsuz da 0,5'dir. Üstə gəl 5. O da eləyir 5,5. Yəni cavabımız olur yenə B variantı. Cavab çoxunluqla B və A variantları oldu. 4x çıxılsın 3 bərabərdir 9. 5x çıxılsın A bərabər 18 olarsa A neçədir deyir bizə. Əvvəlcə birinci tənliyi həll edək. 4x bərabərdir 9 üstə gəl 3'ə. 4x bərabərdir 12'yə. X bərabərdir 12'ni 4'ə böldüm 3'ə. Gətirib yerinə qoyuruq. 5 vurulsun 3 çıxılsın A bərabərdir 18'ə. 15 çıxılsın A bərabərdir 18'ə. Mənfi A bərabərdir 18 çıx 5'ə. Mənfi A bərabərdir 3'ə. A bərabərdir mənfi 1'ə bölürük. Mənfi 3'ə. Cavab oldu yenə A variantı. Keçdik növbəti suala. Bu da sualın nömrəsi görsənmir. 64-cü sualdır bu. Deyir ki, əgər A sıfırdan böyük, B sıfırdan kiçik, C sıfırdan böyük olarsa, ifadələrindən hansı həmişə müsbətdir? A sıfırdan böyükdür. Baxın bu ifadəyə. Kvadrat varsa, mənfi də olsa, müsbət də olsa, onsuz da sıfırdan böyük eləyir. Yenə üstü cüt dərəcədir. Yenə müsbət eləyir. C də onsuz da müsbətdir. Müsbət, müsbət, müsbət. Qabaqdakı mənfi bu cavab eləyir. Mənfi. Bu ifadənin qiyməti mənfidir. Keçdik növbətiyə. A vur B. A müsbətdir, B mənfidir. Mənfini müsbətə vuranda cavab mənfi eləyir. B, C. B mənfidir, C isə müsbətdir. Burada da yenə mənfi eləyir. Mənfi. A vur B vur C. Deməli, mənfi, müsbət, müsbət. Cavab eləyir mənfi. E variantı burada düşmüb. E variantı düşməyib. Yoxsa E variantı yoxdur. Deməli, bu sualda yanlışlıq var. Cavab həmişə müsbətdir deyir, amma göstərməyib cavabı. Bax, burada bu işarə olmasa, A kvadrat vur B üstü 4 vur C. Bu ifadə həmişə müsbət olar, çünki A sıfırdan böyükdür. Cüt dərəcədən qüvvəti də sıfırdan böyükdür. B sıfırdan kiçikdir, amma cüt dərəcədən qüvvəti sıfırdan böyükdür. C onsuz da sıfırdan böyükdür. Bütün müsbətləri bir-birinə vurduqda cavab müsbət edir. Mənfi olması cavab olur A variantı. Keçək 65-ci suala. 65-ci sualda deyilib ki, x mənfi 6-dan böyük 0-dan kiçik bərabərsizliyinin tam əllərinin cəmini tapın. Burada tam əllər hansılar ola bilər? Yazım. Mənfi 5 ola bilər, təbii ki. Mənfi 4 ola bilər, mənfi 3, mənfi 2 və mənfi 1. Bu tam həllərdir. 0-dan kiçikdirlər bunlar hamısı. Toplayıram. Mənfi 5 üstə mənfi 4, mənfi 9, üstə mənfi 3, mənfi 12, üstə mənfi 2, mənfi 14, bu da mənfi 1, mənfi 15. Cavab oldu C variantı. Keçdik 66-cı suala. 2 ədədin cəmi 100-dür. Birinci ədədin 8'də 3'ü, ikinci ədədin 25%-nə bərabərdir. Bu ədədləri tapın. Deməli, bizim 2 ədədimiz varsa, birinci və ikinci ədədlər. Deyib, birinci ədədin 8'də 3'ü. Deyək ki, birinci ədədimiz x-dir. X-in 8'də 3'ü bərabərdir ikincinin, yəni y-in 25%-nə, yəni 4'də 1-nə 25%. Təbii ki, 4'də 1 deməkdir. Bərabər eləyə bunlar. X 8'də 3 bərabərdir y vur 4'də 1'ə.
Hesablayanda deməli belə olur ki 4 vur 3x bərabərdir 8 vur y-ə. X bərabərdir 8y bölürəm 4 vur 3-ə. X bərabərdir y bölünsün 3-ə və yaxud da y bərabərdir 3x-a. Y 3x-dir. Deməli mən burada y-in yerinə birinci ədədi, ikinci ədəddə. Burada birincidən x, ikinciyə 3x yaza bilərəm. Cəmi 110-dur. 4x cəmi bərabərdir 100-ə. X bərabərdir 25-ə. Birinci ədədimiz 25 olur. İkinci ədədimiz ondan 3 dəfə böyük 75. Ben burada 2'ni yazmağı unutmuşam. İxtisar eləyəndə 2y bölü 3. 2y bərabər 3x-ə y 1,5x-dir. 1,5x. Deməli, 1x-dir, 1,5x-dir. Onda bu hissə səhv olur. Buradan yazıram. Birinci və ikinci ədəd. Biri x, biri 1,5x. Cəmi eləyib 2,5x bərabərdir 100-ə. X bərabərdir mini 25-ə bölürəm 40-a. Deməli, birinci ədədimiz 40-dır. İkinci ədədimiz ondan 1,5 dəfə çox olan eləyir 60. 40 və 60 cavab olur A variantı. Keçək növbəti suala. 67-də 3 sinifdə 65 şagird var. Birinci sinifdə ikincidən 3 nəfər çox. Deməli, buradan qeyd edim. Görünmür. 1, 2 və 3-cü siniflər. Deyir ki, birinci sinifdə ikinci sinifdən 3 nəfər çox. Və 3-cü sinifdən 2 nəfər az şagird var. Hər sinifdə isə şagird var. 2-dən 3 nəfər çox deyirsə, belə eləyək də, bura 2-yə x deyək biz. Bunu x qeyd eləsək, bu olur x 3 nəfər çox olduğu üçün x üstəgəl 3. Bundan deyir 2 nəfər az şagird. Deməli, bax, bura y desəm, belə bir şey olur da, y çıxılsın 2 olur. Bunu da həll eləyə bilərik ki, y çıxılsın 2x plus 3-ə bərabərdir. Y bərabərdir x üstəgəl 5-ə 2 bu tərəfə keçəndə. Yəni, biz bura y-in yerinə x üstəgəl 5 yaza bilərik. İndi bizə deyir ki, 3 sinifdə 65 şagird. X üstəgəl 3 üstəgəl x, ikinci sinif üstəgəl 3-cü sinif bərabərdir 65. Toplayanda 3x üstəgəl 8 bərabərdir 65-ə. 3x bərabərdir 65-dən 8-i çıxıram. Qalır 57. X bərabərdir 57-ni də 3-ə böldükdə qalır 19. Deməli, ikinci sinifdə 19 şagird var. İkinci sinifdə 19 şagird. Birinci sinifdə 10-dan 3 nəfər çox. 19-dan 3 nəfər çox deyirsə bizə, neçə eləyir? 19-un üstə 3 gələndə 22 eləyir. Daha sonra 19-dan 5 nəfər çox. Burada eləyir 24. Deməli, 22, 19, 24 cavab oldu B variantı. Keçdik 68-ə. 2 kitaba 13,5 manat pul verdilər. Birinci kitabın qiymətinin 35%, ikinci kitabın qiymətinin 28%-nə bərabərdir. Hər bir kitabın qiymətini tapın. Biz buna yenə belə yazaq. Birinci kitaba buradan qeyd edeyim x deyək, ikinci kitaba y deyək. X-in vurulsun 35%. Bir də yazım, %35 kimi yazım. Y-in 28%-nə. %28. Bu da eləyir. X vur 35 bərabərdir. Y vur 28-ə. Çarpaz vuranda yüzdə ixtisar edib. Elə-belə yazdım. Heç 100 yazmasam da olardı. X bərabərdir. 35, 28, Y aşağıda da 35. X bərabərdir. 35 ilə 28 hər ikisi 7-yə ixtisar edir. 28-i 7-yə böldükdə 4Y düşür. Bu Y-dir, saçdırmasın bizi. Burada isə 5. 5-də 4 Y. Yəni, X Y-in 5-də 4 hissəsidir. Buraya yaza bilərəm. 5-də, biraz aşağıdan yazım. 5-də 4 Y. Bizə deyirdi ki, hər kitabın qiyməti ikisinin cəmi Y üstə gəlsin. 5-də 4 Y bərabərdir 13,5-ə. Toplayanda 1,5-də 4 Y
bərabərdir 13,5'ə. Y bərabərdir 1 tam başda 4'ü çevirsəm 5'də 5 birin 5 üstə 4 9 eləyir 13,5. Y bərabər 9'a 5'i 9'u 5'ə bölək. 1 tam deməli 9'un 4 8 1,8 bu deyir 13,5. İndi yaza bilərəm Y bərabərdir 13,5'i 13,5'i böləndə 1,8'e cavab eləyib 7,5. Təbii ki, bölmək üçün 135 18'e bölmək lazımdır. Deməli, Y-imiz 7,5'dir. Burada baxanda görürük ki, elə 7,5'in olanın bir dənə variant var. Amma belə də baxa bilərik ki, 7,5'i 5'ə bölsək biz 1,2 düşür. O da 4'ə vuranda 6 eləyir. Belə cavab A variantıdır. Keçək növbəti suala. Bir su ambarının 4'də 1 hissəsi su ilə doludur. Ambara 18 litr su tökülsə, ambarın 5'də 2'si dolar. Su ambarının tutumu neçə litrdir? Məsələnin şərtinə uyğun gələn tənlik aşağıdakılardan hansıdır? Deməli, biz ambarı bilmədiyimizə görə tutumunu deyirik x litr. X litr tutumu var. Demək ki, x litr tutursa və 4'də 1 su ilə doludursa, x vurulsun 4'də 1 su ilə doludur. Üstə gəlinsin. 18 litr üstünə su tökdülər. Və ambarın 5'də 2'si doldu. Yəni x'in 5'də 2'sinə bərabər oldu bu ümumilikdə. Aha. İndi buna baxaq, görək hansından uyğundur. Baxaq, bax, böyle yazılıb. Bunu belə yazılıb. 4x üstəgəl 18 bərabərdir 5'də 2x. Baxaq, görək hansı variantdır. 4'də x üstəgəl 18 bərabər 5'də 2. Cavab oldu A variantı. Keçdik növbəti 70-ci suala. Dəyişənin hansı qiymətində deyil, ifadəsinin qiyməti bu ifadəyə bərabərdir. Təbii ki, bunun üçün bu ifadələri bərabərləmək lazımdır. Eyniləri eyni tərəfə getirdək. 5x çıxılsın 3x bərabərdir 21 çıx 11. 5x'dan 3x'i çıxdım. 2x bərabərdir 10'a. X bərabərdir 10'u böldüm 2'yə 5'ə. İfadənin hansı qiyməti? 5 dəyişənin qiymətindən. Keçdik açıq suallara. 71-ci sualda 4x çıxılsın 5 kiçikdir 3x üstəgəl 10 bərabərsizliyinin x-lə böyük qiyməti neçədir deyir. Həll eləyək. 4x çıxılsın 5 3x üstəgəlsin 10. Yenə bərabərlikdəki kimi. X tərəfə 4x çıxılsın 3x kiçikdir 10 üstə gəlsin 5. X kiçikdir 15'dən. Deyir, ən böyük qiymət neçədir? 15'dən kiçik ən böyük qiymət olur 14. Keçdik 72-ci suala. 72-ci sualda burada 3 var. Burada da mötərizə. Deyir, tənliyini həll edin. Sadələşdirək. Aşağıdan yazmıram daha tənliyi. 3'ü vurduq 2x-a. 6x çıxılsın. 3'ü vurdum 1'ə 3. Mənfi 5x-a. Mənfi 5x. Mənfi 5'i mənfi 3'ə. Üstəgəl 15. 6'nı 3'ə 18x. 6'nı mənfi 4'ə. Mənfi 10. 24. Bərabərdir 26'ya. 6x 5x və 18x. 6x-dən 5x çıxdım. X üstə 18x ya da 19x. 3 mənfi 3 15 mənfi 24. Mənfi 3 mənfi 24 eləyir. Mənfi 27. Ondan da 15 çıxanda mənfi 12. Bərabərdir 26'ya. 19x bərabərdir. 12 bu tərəfə keçir. 26 üstə gəlir 12. 19x bərabərdir 38. X bərabərdir 38 böldüm 19'a. Cavab 2. Keçdik növbəti 73-cü suala. 73-cü sualda burada m 66'dır. N mənfi 195'dir. İfadəsinin qiymətini hesablayın. Təbii ki, biz yenə ifadəni sadələşdiririk. 23m çıxılsın 17n çıxılsın. Mənfi 8 vurdum 4m'ə. 32m mənfi. Mənfi 8'i vurdum mənfi. 6 8'im 48n. Bərabərdir. Bundan bu eynidir. Bunlar da ikisi eynidir. 23m'dən 32m çıxdım. Təbii ki, cavab mənfi 9m'dir. Mənfi 17m, mənfi 48m. Bunlar toplanır. Cavab mənfi olur. Toplayanda eləyir 55. Bu da 10, 65n. 5 yazmamışam.
İndi hesablaya bilərik. -9 vurulsun 66 çıxılsın. 65 vurulsun. -195. Bunu hesablayayım. Aha. Yazaq cavabı 966-ya verəndə -594 eləyir. Mənfiyə verəndə üstəgəl eləyir 12675. Tez olsun deyə mən burada hesabladım. 12675-dən 594-də çıxanda 12081. Cavabımız oldu 12081. Keçək 74-cü suala. Yenə burada düşməyib. Nəzvinin 84 manat pulu var. Burada Nəzvin yazılıb. 84 manat pulu var. O həmin pulunu 24 manatına kitab alır. Qalan pulu ilə isə 12 ədəd dəftər alarsa, dəftərin biri neçə manatdır? 84-dən ilkimiz çıxmaqda 24-dür. Deməli 60 manat pulu qalmışdı. 60-dan da 12 ədəd dəftər almışdı. Təbii ki, dəftərin biri x manatdan. X bərabərdir. 60-ı da bölürəm 12-yə. O da eləyir 5. Cavabımız oldu 5. Burada deyir, fikrimdə bir ədəd tutdum. Ədədi 4 dəfə artıb. Fikrimdə tutduğum ədədə deyirəm x. Onu 4 dəfə artırmaq 4-ə vurmaq deməkdir. Alınan hasildən 15 çıxdım. Və alınan fərqi 4-ə vurmaq. Alınan fərqi 4-ə vurduqda fikrimdə tutduğum ədəd alınır, yəni yenə x alınır. Deyir ki, bu ədədi tapın, fikrimdə tutduğum ədəd istəyir, yəni 4x-i vurdum 4-ə, elədi 16x çıxılsın. 15-i vurdum 4-ə, cavab elədi 60. Bərabərdir x-a. 60 bu tərəfə 15x bərabərdir 60-a. X bərabərdir 60-da 15-ə böləndə yenə cavab eləyir 4. Fikrimdə tutduğum ədəd 4 imiş. Bu qədər. 75-ci sualda həll etdik. Cavabımız oldu 14. Digər mövzularda görüşmək ümidi ilə. Sağ olun.